Mən ümumi mövzular danışıram ki, ümumi mövzulardan gələk konkret mövzulara. Böyük adamlar həmişə ümumi mövzular haqqında düşünür. Əllədinə yətəfəkkərunə fi xalqis səmavatı vəl-ərz. Yerlərin, göyün yaradılışı haqqında düşünərlər. Dinən ki, bəzi deyir ki, ay qurban olum sizə, yeri göyün edirəm, iş müqaviləm var, maaşım belə, qazancım belə, pulum belə. Oturmuşsan orada yerin, göyün yaradılışından danışırsan. Mənim fikrim o şeylərlə məşğul olmur, praktiki nəticə görmək istəyirəm. Məsələ budur ki, ümumidən başlasan yerlərdən, göydən, sonra gəlsən bu xırdalıqlara. Onda xırdalıqlar ləzzətli olacaq, düzgün qərarlar verəcəksən, işində uğur qazanacaqsan. Hər şey səhmana düşəcək. Çünki ümumi fəlsəfən düzdür, o fəlsəfədən çıxış eləyib, adi cari işlərdə də düzgün qərarlar verəcəksən. Çarə yoxdur ki, axirətdən dünyaya gəlməlisən.